Bugün 8. sınıf 6.4 duzlar mövzusunu araşdıracağıq. Dərsliyə nəzər salsaq, biz açar sözlərə baxaq. Burada duzlar, normal duzlar, kristal hidrat, kristallaşma suyu tipli açar sözlərə rast gəlirik. Yəni kiçik başlıqlar şəklində bunları öyrənməyə çalışacağıq bugün. Burada birinci anlamalıyıq ki, duz nədir? Duz hansı maddələrə deyilir? Duzlar ümumiyyətlə necə əmələ gəlir? Duzlar əsaslarla turşular arasında gedən neytrallaşma reaksiyası, yəni mübadilə reaksiyası nəticəsində əmələ gəlir. Əsas və turşu. Əsasını yazaq bir dənə natrium OH. Üzərinə gəlirəm H xlor. Əsasın metal hissəsi ilə turşunun turşu qalığı hissəsi, belə deyək də, əsasın metal katyonu, turşunun turşu qalığı anionu ilə deməli birləşməsi nəticəsində natrium xlor və su əmələ gəldi. Gördüyünüz kimi bax bu duzdur. Əsasdan metal hissə, turşudan isə turşu qalığının birləşməsi nəticəsində əmələ gəlir. Başqa bir reaksiya baxaq. Kalium OH, üzərinə gələk H2SO4. Deməli, metal katyonu turşunun əvəz oluna bilən o hidrogenləri ilə əvəz olunur. Hansı hidrogenlərdir? Yadınıza salaq. Yəni hansı hidrogenlər metal katyonu ilə əvəz oluna bilər? Yadınızda demişdim ki, turşularda əsaslığı göstərən hidrogenlər yalnız əvəz oluna bilir. Bəs əsaslığı göstərən hidrogenlər hansıdır? Birbaşa əsas atoma, yəni məsələn burada kükürdə birbaşa birləşməyənlər, yəni hidrogenlə kükürd arasında oksigen körpüsü yaranan, hidrogenlə kükürt arasında oksigen körpüsü ilə birləşən o hidrogenlər metal atom ilə əvəz oluna bilir. Baxın, bu hidrogen buradan qopur, bu hidrogen də buradan qopur. Yəni 2 hidrogen olduğuna görə bizə 2 kalium lazımdır. Ona görə bu 2 mol reaksiyaya girir. Nəticədə alınır kalium 2SO4 və 2 molekul su əmələ gəlir. Məsələn, digər bir reaksiyaya baxaq. Məsələn, kalsium hidroksid, üzərinə gələk, kalsium hidroksidi, gəlin belə yazaq. Kalsium OH və OH şəklində göstərək. Üzərinə HNO3 gəlirik. HNO3. İndi düşünün, turşunun hidrogen hissəsi qopmalıdır. Əsasın isə OH hissəsi qopmalıdır. Və burada gördüyünüz kimi 2 dənə OH var. Deməli, 2 dənə OH-ı əvəz etmək üçün bizə 2 turşu qalığı lazımdır. Ona görə də bu 2 molekul belə deyək, reaksiyaya girəcək. Nəticədə alınacaq kalsium. 2 molekul girib turşu qalığı NO3, 2, üstəgəl 2 molekul su. Bax, belə reaksiyalar nəticəsində duzlar əmələ gəlir. Bu reaksiyalardan alınan duzlar natrium xlor, kalium 2SO4, kalium nitrat duzları gördüyünüz kimi metal katyonundan və turşu qalığı anionundan təşkil olunur. Metal katyonunun yükü müsbət ümumiyyətlə katyon müsbət yüklüdür. Burada da gördüyünüz kimi kalsium müsbət 2, turşu qalığının anionu isə mənfi yüklənir. Burada da mənfi 1'dir. Biz bunu necə öyrənmişdik, yadınızdadırsa? Ümumiyyətlə deyirdim ki, əvəz oluna bilən hidrogeni itirdikcə, əvəz oluna bilən hidrogeni, bax unutmayın. Məsələn, sülfat turşusunu dissosiasiya etdikcə, gəlin baxaq görək, neçə mərhələdə dissosiasiya edir? Əsaslığın sayı qədər. Əsaslığı göstərən nə idi? Əvəz oluna bilən hidrogen atomları idi, düzdürmü? İndi deyin görüm, birinci mərhələdə hansı duz əmələ gələcək? Bir hidrogen itirəcək də, düzdürmü? O zaman əmələ gələcək HSO4. Aha, əmələ gələn turşu qalığı oldu HSO4. Yükü necə olacaq? Yükü -1. Çünki 2 hidrogen var idi. Biri getdi yanından. Biri getdiyinə görə neçəsini itirirsə o qədər yüklənir. Digər ikinci mərhələ və sonuncu mərhələ deyək. Turşu qalığı, əmələ gələn turşu qalığı SO4 ionudur ki, bu -2 olur. Nəticədə yəni görürük ki, 2 hidrogeni var idi, ikisini də tərk elədi onu və nəticədə -2 anionu əmələ gəldi. Deməli, duzlar nədir? Tərkibində metal katyonu və turşu qalığı anionu olan maddələrə duzlar deyilir. Məsələn, kalium 2SO4, kalsium xlorid, turşu qalığı, xlorid turşusunun qalığı, kalsiumda metal deməli atomudur. Duzların tərkibində katyon kimi həmçinin amonium ionu da görə bilərik. Amonium ionu NH4 başında müsbət deməli yadımıza salırıq, amonium ionudur bu. Amonium ionunu da görə bilərik. Yəni metalın yerində amonium ionunu görürük. Onun yanında da istənilən turşu qalığını qoya bilərik. Məsələn, yazaq nümunə. Məsələn, deyirəm ki, amonium xlorid yazaq. NH4 xlor. Xlor -1, katyon isə müsbət 1'dir. Məsələn, deyirəm ki, amonium sulfat NH4 SO4. İndi düşün, SO4 neçə yüklüydü? -2. Amonium müsbət 1'dir. O zaman amonium ionu mövtəzi alıb indeksə 2 yazılır. Deməli, duzların formulunu tərtib etmək üçün onu təşkil edən katyon və anionun yükündən istifadə edirik. Məsələn, deyirəm ki, natrium sulfat duzunu yaz. Natrium
və SO4. Sən bildin ki, SO4 -2-dir. Niyə? Çünki sülfat turşusu ən son əmələ gətirdiyi, dissosiasiya zamanı ən son əmələ gətirdiyi turşu qalığı -2 yüklüdür. Natrium isə müsbət 1-dir. Çünki o birinci A qrup elementidir. Ona görə o müsbət 1 yüklü olur. İkinci A qrup elementləri isə müsbət 2 yüklü olacaq və üçüncü A qrup elementləri müsbət 3 olacaq. Deməli biz dövr sistemi keçəndə bir A qrupunu əzbərləmişik. Litium, natrium, kalium, rubidium, sezium, francium. İndi bu natrium sülfat duzunu gəlin düzəldək. Natriumun başında 1 görürsünüz. Yəni yükü 1-dir. SO4 kation anyonu da 1-dən olmalı. Yəni onun mötərizəyə alınmasına ehtiyac yoxdur. O zaman amma natriumun ayağına belə deyək, indeksinə 2 düşəcək. Çünki sülfatın yükü -2-dir. Bax belə çalın çarpaz düşünün. Bunun başındaki, katyonun başındaki anyonun ayağına yazılır. Anyonun başındaki katyonun ayağına yazılır. Mesela diyelim ki natrium ortofosfatı yaz. Natrium ortofosfat. Natrium katyonu, ortofosfat anyonu. Ortofosfat neydi? PO4 -3. H3PO4 ortofosfat turşusu. H3PO4. Neçə cür turşu qalığı əmələ gətirir bu? 3 cür. Çünki 3 mərhələdədir. Baxın, birinci olacaq H2PO4. Burada -1'dir. HPO4. Bu -2'dir. Ve PO4 -3'dür. Gördüğünüz gibi bize de normal duz əmələ gətirən turşu qalığı lazımdır. Bu da ən sonuncu dissosiasiya mərhələsinin ən sonuncu turşu qalığı olmalıdır. Yəni normal duz əmələ gətirən turşu qalığı ən sonuncu olur həmişə. Duzların dissosiasiyasının ən sonuncu turşu qalığı olmalıdır. Və baxın, burada da deməli 3 yazacaq. Natrium 3, PO4, bu da olacaq natrium ortofosfat. Aha. İndi isə davam edək dərsliyimizdə növbəti səhifəyə. Bir dəqiqə. Aha. Duzlara turşuda olan hidrogen atomlarının metalla əvəz olunma məhsulu kimi baxmaq olar. Yəni turşularda olan metal atom, hidrogen atomları hansı əvəz oluna bilir metalla? Bildinizdə demişdim ki, birbaşa birləşən yox, yalnız və yalnız oksigen körpüsü ilə birləşən hidrogenlər əvəz oluna bilirdi. Yadımıza salaq, məsələn bizim H3PO4 turşumuz var idi, ortofosfat, H3PO3 turşumuz var idi və H3PO2 turşularımız var idi, düzdür? Burada 3 əsaslı elə hidrogenin sayı onun əsaslığını göstərirdi. Heç bir problem yox idi. Oksigen köprüsü vasitəsilə birləşirdi və hər bir hidrogen əvəz oluna bilər. Bax buna ona görə biz 3 əsaslı deyə bilirik. Amma H3PO3-ə 3 əsaslı deyə bilmirdik. Yadınızdadırsa, yadda saxlamaq üçün deyirdim ki, oksigen sayından bir vahid əksik. Yəni neçə əsaslı olacaq onda bu? 2 əsaslıdır. Yəni burada hidrogenlər 3 dənə yazırsan, lakin ikisi oksigenlə birləşir və burada bak bu formul, bu quruluş əmələ gəlir. Bəs H3PO2 hipofosfit turşusu isə 2-dən birini çıx, 1 qalır. Deməli bu bir əsaslıdır. Gəlin bunun da formulunu yazaq. Hidrogenləri yazıram. Yalnız bir oksigenlə birləşir, digərləri isə fosfora birbaşa birləşir və nəticədə yerdə qalan oksigen də 2 qat rabitə ilə fosfora birləşmiş olur. Deməli belə çıxır ki, ortofosfatda hər 3 hidrogen əvəz olunur. Ona görə PO4 -3 iyonu qalır. H3PO3-də isə fosfit turşusunda yalnız 2 hidrogen burada əvəz oluna biləcək. Onda bunun turşu qalığı elə belə olacaq. HPO3 üstü -2. Çünki ikisi getdi, düzdür? Elə bu bunun normal turşu qalığıdır. Yəni burada hidrogeni görüb, yəni çaşmayın. Elə bu normal turşu qalığıdır. Burada isə turşu qalığı hipofosfit turşusunda biri əvəz oluna biləcək. Yalnız onda belə olacaq. H2PO2 olacaq. Deməli bu da bunun normalıdır. Yəni üzəri -1. Çünki bu bir əsaslı turşudur. Deməli duzlar ümumiyyətlə neçə ilə bölünür? Biraz bundan izah edək. Duzlarımız 5 cürdür. Normal duzlar, normal, turş duzlar, turş, əsasi duzlar, 2 qat duzlar, 2 qat. Kitabınızda verilməyib bu, lakin məlumat üçün mən bunların özümə deməyə borc bildim. 2 qat və qarışıq duzlar. Ötəri məlumat verəcəm. Yəni belə deyək də çox dərinlərə getməyəcəm. Əsas normal duzları tanıyaq. Çünki sizin kitabınızda normal duzlar verilir. Normal duzlar adətən 99% deyək, metal atomu və turşu qalığından ibarət olur. Yəni metal atom. Bura amonium ionunu da görə bilərik. Amonium ionu və turşu qalığı da deyə bilərik. Yəni buna. Deməli neçə cürdür normal duzlar? Normal duzlar yalnız metal atomu olmalıdır. Yalnız metal atomu və turşu qalığı olmalıdır. Və ya amonium ionu və turşu qalığı olmalıdır. Məsələn, misallar göstərək normal duzlara. Normal duzlarda biz nə demişdik? Metal atomu. Məsələn, natrium, xlor, natrium klorid. Məsələn, deyirəm, kalium sulfat, kalium SO4. Metal və turşu qalığı. Məsələn, amonium NH4 xlor. Yəni amonium ionu və turşu qalığını görəcəyik. Bunlar normal duzlardır. Belə deyək də, içlərində duzun tərkibində hidrogen hidrogendən əsər əlamət yoxdur. Yəni bu bizim nəyimiz olacaq? Normal turşu qalığımız olacaq. Yaxşı.
Sonra gəlirik turş duzlara. Turş duzlarda belə deyək, normal duzlardan fərqli olaraq metal atomu ilə turşu qalığının arasında bir veya iki, artıq bu X say deyək, hidrogen atomu olur. Metal və turşu qalığının arasında olur. Məsələn, deyirəm ki, natrium hidrosulfat. Aha, bilirsiniz ki, sulfat turşusunun iki dənə hidrogeni var. Əvvəl dissosiasiya nəticəsində birini itirir, biri qalır. Bu olur HSO4 turşu qalığı. Buna turşu qalığı deyilir. Bax, bir dənəsi getdiyinə görə yanından onun yükü -1 olur. Natriumda bilirsiniz ki, birinci A qrup elementdir, -1'dir. Ona görə indeksə heç nə yazılmadı. Biz demişdik, çalın çapraz düşünün. Bunun başı bunun ayağına, bunun başı bunun ayağına olmalıdır və nəticədə natrium hidrosulfat əmələ gəlir. Turş duzlardan bu qədər, yəni çox məlumat verməyim. Sadəcə tərkibində hidrogen atomu olan əksər duzlar turş duzlardır. Bəs əsasi duzlar hansıdır? Əsasi duzlarda da metal veya amonyum iyonu olsun. Olar mı deyəcəm, indi amonyum iyonu olar mı sualına da cavab verəcəm. Yəni amonyum iyonu da əsasi duz əmələ gətirir mi? Buna bir ulduz qoyaq. Yəni belə deyək, metal və turşu qalığının belə deyək, arasında bayaq hidrogen olurdu. İndi isə OH iyonu görə bilərsiniz. Hə, belə duzlara əsasi duzlar deyilir. Hansı əsaslar əsasi duzlar əmələ gətirə bilmir? Bir turşulu əsaslar. Məsələn, natrium hidroksid, kalium hidroksid, amonyum hidroksid. Bax, bir turşulu əsaslar. Yəni bir OH-ı olan əsaslar əsasi duz əmələ gətirə bilmir. Lakin məsələn, kalsium hidroksoxlorid yazaq. Hidroksoxlorid. Məsələn, kalsium OH xlor. Kalsium əslində iki turşuludur, düzdür? Kalsium OH-dan 2 dənə olmalıydı. Biri gedib, biri qalıb. Ona görə bu müsbət 1 olur. Xlorid isə xlorid turşusu, H xlor. Neçə dənə hidrogeni var? Bir dənə. Elə hamısı gedib deyə -1 olur. Və başlar eyni deyə indeksə heç nə yazılmır. Oxunuşu da belə olacaq. Kalsium hidrooksoxlorid. Bu qədər. Yəni çox belə deyək, dərinliyinə məlumat verməyim. İki qat və qarışıq duzlara aid isə sadəcə nümunə yazacağım. İki qat duzlar nəyə deyilir? Tərkibində 2 metal atomu görürəmsə, məsələn, natrium, kalium, SO4. Belə duzlar iki qat duzlardır. Yəni, belə düşünün də, SO4 iyonunun əslində 2 hidrogeni olmalıdır, düzdür? O hidrogenin biri natrium, digəri kalium metalı ilə əvəz olunubdur. Məsələn, H3PO4. H3PO4. Neçə dənə hidrogeni var və əvəz oluna bilən hidrogeni var? 3 dənə. Hərəsini deməli fərqli metallarla əvəz edə bilərik. Məsələn, deyirəm ki, natrium, kalium 2, PO4. Hərəsi bir valentlidir, hərəsi bir hidrogenin yerinə girir. Bax, natrium, kalium, oksigen, fosfora birləşir və burada da oksigen. Bəli, bax, bayaqlarım, bunun yerində hidrogen dururdu da, bu metalların yerində. İndi metallar durur. Yəni, hidrogen atomları müxtəlif metallarla əvəz olunursa, belə duzlar, iki qat duzlar adlanır. Sonra gəlirik qarışıq duzlar. Qarışıq duzların isə tərkibində biz bir metal, bir növ metal. Lakin fərqli turşu qalığı görə bilərik. Məsələn, kalsium hidroksidin 2 dənə OH-ı var. O OH-dan biri xlorid, digəri isə nitrat turşuları ilə əvəz oluna bilər, turşu qalıqları ilə. B olacaq kalsium, xlorid, nitrat. Yəni, qarışıq duz nə idi? 2 fərqli turşu qalığı olan duzlara deyilir. 2 fərqli turşu qalığı olan duzlara qarışıq duzlar deyilir. Bu qədər. Yəni, əlavə məlumat kimi deyim. Biz isə yalnız normal duzlara baxırıq. İndi isə gəlin dərsliyimizə nəzər salaq. Dərsliyimizdə bizdən nə soruşulur burada? Deməli, cədvəli dəftərinizə köçün və tamamlayın. Kation və anionlar verilir, duzun formulu və adı. Məsələn, burada kalium deməli və orta fosfat anionu verilir. Deməli, necə yazacaq bu? Olacaq belə. Kalium 3, PO4. Formul budur. Adlandırılması olacaq kalium orta fosfat. Burada isə belə olacaq. Magnezium, xlor 2. Baxın, magneziumun başındakı müsbət 2, xlorun ayağına düşür. Xlorun başındakı mənfi isə magneziumun ayağı 1-də yazılmır. Bu olacaq magnezium xlorid. Sonra natrium sulfid var. Natrium sulfid. Sulfidin başında mənfi 2 var. Natriumun ayağına yazılır. Məsələn, digər ferium dəyişkən valentlidir. Ona görə adlandırılması zamanı belə oxunacaq. Dəyişkən valentlilər bilirsiniz də, valentlik eğilməklə oxunmalıdır. Dəmir 3 nitrat. Sonra məsələn sink dəyişkən deyil, sink sabit valentlidir. Sink NO3 yazıram. Lakin sink müsbət 2, yəni 2 valentlidir. Olacaq sink nitrat. 2 nitrat demirik. Sink nitrat. Davam edirəm. Bir dəqiqə. Lövhəmizi təmizləyək tez. Aha.
Sonra alüminium və sülfat ionu, alüminium kationu, alüminium müsbət 3-dür, SO4 anionu isə mənfi 2-dir. Biz demişik ki, indekslər çalın çarpaz fikirləşin. Yəni mənfi 2 alüminiumun ayağına, müsbət 3 isə turşu qalığının ayağına yazılacaq və gördüyünüz kimi mötərizəyə alınmalıdır mütləq. Məsələn, natrium NO3, natrium nitrat. Bu oxunacaq alüminium sülfat. Daha alüminium 3 sülfat yox. Çünki alüminium sabit valentlidir. Valentlik mövzusunu mən ayrıca sizə izah etmişəm. Natrium NO3. Natrium NO3. Natrium müsbət 1, NO3 mənfi 1. Natrium dəyişkən deyil, sabit valentli olduğu üçün heç bir valentlik sözündən orada istifadə olunmadı. Məsələn, ferium müsbət 2 kationu ilə SO4 mənfi 2 anionu, belə deyək də lor dildə baş hissələr eyni olanda indekslərə heç nə yazılmır. Sadəcə olaraq dəmir dəyişkən valentli olduğu üçün duzun oxunuşunda dəmir 2 sülfat oxunmalıdır. Dəmir 3 sülfatı necə yazacaqdıq? Onda dəmir 3 olsa əgər, bax bura bunun başı, bax bura düşür 2, SO4-də isə 3 yazılacaq. Bəs oxunuşunda dəmir 3 sülfat deyə oxunacaq. Niyə? Çünki o dəyişkən valentlidir. Dəyişkən valentlərin valentliyi deyilməlidir. Tamam. Sonra burada gəlir alüminium xlorid. Alüminium xlorid var. Alüminium müsbət 3 kation, xlorid isə mənfi 1-dir. O zaman bunun ayağına 3 yazacaq. Lakin burada da alüminium 3 xlorid oxunmayacaq. Elə oxunacaq alüminium xlorid. Niyə? Çünki sabit valentlidir. Sonra gəlir amonium ionu və karbonat turşusunun belə anionu mənfi 2. Gördüyünüz kimi bundan mənfi 2-dir. Bu isə müsbət 1-dir. Deməli mötərizəyə alırsınız. O zaman burada da müsbət olmur. Ehtiyac yoxdur. Aha, bura 2 yazılır. Olur amonium karbonat. Sonra kalsiyum orta fosfat. Kalsiyum müsbət 2-dir. Orta fosfat turşu qalığı isə mənfi 3-dür. Deməli bura 3, buna isə 2 yazılacaq. Deməli oxunur kalsiyum orta fosfat. Barium karbonat. Barium karbonat necə yazılacaq? Deməli barium müsbət 2-dir. Karbonat isə, karbonat ionu isə mənfi 2-dir. Belə deyək, başlar yüklər eynidir deyə heç nə yazılmadı indeksə. Oxunuşu da sabit valentli olduğu üçün ikinci A qrup elementidir. Sabit valentlidir. Belə oxunacaq. Barium karbonat. İndi isə adlar verilən duzları yazmağa çalışaq. Baxın, burada yazılıbdır natrium orta fosfat. Natrium orta fosfat. Natrium kationu, orta fosfat anionu. Mənfi 3. Deməli, bura natrium 3 PO4. Mis 2 sülfat. Mis, yəni 2 valentlidir. Müsbət 2-dir yükü. SO4. SO4'dəki bilir ki, mənfi 2-dir. Çünki bu H2SO4'dür. İkisini də itirib, ona görə mənfi 2-dir. Başlar eynidir deyə indekslərə heç nə yazılmır. Oxunur mis 2 sülfat. Bəs mis 1 sülfatı necə yazardıq? Mis 1 sülfat. Yəni valentliyi, yəni oksijenə dərəcəsi 1-dir. SO4 mənfi 2-dir. Deməli, bunun ayağına 2 qoyulacaq. İndeksinə 2 yazılacaq. Sonra alüminium nitrat. Alüminium nitrat necə yazılacaq? Alüminium müsbət 3-dür. NO3-dən 3 dənə. Sonra kalium sülfat. Kalium sabit valentlidir, müsbət. SO4 mənfi 2. Deməli kalium 2, SO4 yazılacaq. Dəmir 3 sülfat. Dəmir 3 sülfatı bayaq yazmışdıq. Dəmir 3 SO4. Yəni bu 3 valentlidir. Yəni bu da müsbət 3 girir. Bu da mənfi 2-dir. O zaman bura olacaq 3, bura olacaq 2. Sonra gəlir kalsiyum xlorid. Kalsiyum xlorid necə yazılacaq? Baxaq indi ona. Bir dəqiqə. Aha. Kalsiyum, kalsiyum xlorid. Kalsiyum müsbət 2, xlor mənfi 1. Deməli formula olacaq kalsiyum xlor 2. Xrom 2 nitrat. Xrom dəyişkən valentli metaldır. Xromun valentlikləri 2, 3, 6-dır. Əzbərləyirik və ya müsbət 2, müsbət 3 və müsbət 6 oksijenə dərəcəsi göstərir. Dəyişkən. Ona görə bizə isə deyir ki, xrom 2 nitrat. Nitrat ionunu yazıram. NO3. Bu mənfi olur. Xrom isə müsbət 2-dir. Metaldır, müsbətdir, özdə 2-dir. Yəni şərtdə elə verir. Deyir, xrom 2 nitratı yaz. Deməli, indekslər yerini dəyişir. Belə deyək də yüklər bir-birinin indeksinə yazılır. Bax belə, xrom NO3-dən 2 dənə. Sonra gəlir amonium orta fosfat. Amonium NH4-dür. Müsbət 1-dir, yəni 1-dir. Oksijen dərəcəsi. Orta fosfat isə mənfi 3-dür. Yəni 3'dür. O zaman çalın çarpaz yazırıq da bunun başı, bunun ayağına. Mötərizəyə alıb 3 yazırsan. Deməli, sonra gəlir sink xlorid. Gördüyünüz kimi sink xloriddə heç bir valentlik işləməyib. Ona görə ki, sink sabit valentlidir. İkinci qrupdur. 2 valentlidir. Yəni sink xlor 2 yazılır. Dəmir 2 nitrat. Burada dəmir 2 oksijenə dərəcəsi göstərdiyini bizə vurgulayır. Dəmir 2 xlorid, dəmir 2 nitrat yazasıyam bağışlayın. 2 nitrat NO3'dən 2 dənə yazmalıyıq. Bu qədər. Bu hissədən, yəni cədvəlimizin içini belə tamamladıq. Sonra duzlar ümumiyyətlə adi şəraitdə bərk,
Suda həll ola bilən və ya həll ola bilməyən olmaqla iki yerə bölünür. Ümumiyyətlə, amma duzlar adi şəraitdə bərkdir və ion kristal qəfəsə malikdirlər. Bunu unutmayaq. İon kristal qəfəsə malikdirlər. Onların suda həll olma qaydası müxtəlifdir. Yəni hansı duzlar suda həll olur? Gəlin baxaq. Və ya hansılar həll olmur? İzah verirəm. Deməli, suda həll olanlar hansılardır? 1. Bütün nitratlar suda həll olur. Yəni, loru dildə desək, hansı duzun, metalın içində NO3 gördün, yəni neçə dənə olur olsun, buraya X yazıram. Yəni, bu metalın valentliyindən asılıdır. Belə deyək, hansı duzun içində NO3 görürsənsə, o suda yaxşı həll olur. Bu bir. İkinci, hansı duzun içində natrium, kalium, kationlarını, amonium, NH4 kationunu görürsənsə, o da suda əla həll olur. Xlorid. Xloridlərdən hansı? Yəni, mənfi xlor ionunun yanında civə, plumbum və argentium, qurğuşun, civə və gümüş görürsənsə, deməli bu duzlar, bu duz suda həll olunur. Məsələn, argentium xlor suda həll olur. Qalan bütün xloridlər suda həll olur. Sadəcə bu üç dənəni yadda saxlayırsan ki, argentium xlor, plumbum xlor 2 və civə xlor, civə 2 xlor 2 duzları və ya civə xlor 2 duzları suda həll olmuş. Bax, bunu yaddan çıxartmırıq. H2, PP, AG. Uşaqlar belə əzbərləyir məndə. H2, PP, AG və ya AG, PP, H2. Bax, bu duzlar xloridləri suda həll olmur. Yəni suyun içə tökəndə çöküntü əmələ gəlir. Çöküntü aşağı oxla göstərilir. Yəni bir növ qum su, gil su, təbaşir tozu su kimi suspenziya əmələ gətirəcək. Suda həll olmayan çöküntülərdir. Sonra yadımıza salırıq, başqa hansı duzlar suda həll olmur dedik. Sulfata baxaq. Sulfat, hansı sulfatlar? Yəni mənfi 2 ionunun yanında hansı metalları görərik? Kalsium, barium, müsbət 2, müsbət 2, barium, stronsium, müsbət 2, plumbum, müsbət 2 və argentium ionlarını görəndə bilin ki, bu duzlar 5 dənə duz suda həll olmur. Qurğuşun, gümüş, kalsium, barium, stronsium. Yəni məsələn, kalsium SO4 suda həll olurmu? Xeyr. Barium SO4 suda həll olurmu? Xeyr. Argentium SO4 suda həll olurmu? Xeyr. Plumbum SO4 suda həll olurmu? Xeyr deyəcəksən. Lakin məsələn deyirəm ki, dəmir 2 sulfat. Dəmir 2 sulfat verib sualdakı suda həll olurmu? Bəli, həll olacaq. Niyə? Çünki biz dedik ki, SO4 ionu 5 dənə duzla çöküntü verir. 5 dənə metallan. Yəni qalan hamısı həll olandı. Kim idi o? Kalsium, cabasır. Belə deyirik biz uşaqlarla, yadda qalsın. Kalsium, barium, stronsium, plumbum və argentium. Bax, bu 5 dənə duz suda həll olmur. Çöküntüdür. Qalan bütün sulfatlar suda həll olur. Sonra bundan başqa digər kation və anionların əmələ gətirdiyi duzlar suda həll olmur. Məsələn deyirəm karbonat. Məsələn deyirəm ki, natrium karbonat. Suda həll olur. Dedirsən ki, bəli müəllim, suda həll olur. Niyə? Çünki kimin içində natrium görürəmsə suda həll olur. Bəs kalsium karbonat? Xeyr, suda həll olmur. Çünki biz dedik ki, bundan başqa, yəni xlorid və sulfatdan başqa bütün yerdə qalan turşular, karbonat, nə bilim ortofosfat, silikat, sulfit, bu kimi turşuların hamısı bütün metallarla çöküntü verəcək. Suda həll olmayacaq. Məsələn, kitabımızda verdiyi kimi kalsium ortofosfat suda həll olmur. Kalsium karbonat, sink sulfit, argentium ortofosfat. Yəni kimin tərkibində natrium gördün, suda həll olur. Kalium gördün, suda həll olur. Amonium gördün, suda həll olur götürəcəksən. Lakin digər metalları suda həll olmayan duzlar əmələ gətirir. Suda həll olan bəzi duzlar deməli, kristallaşıb ayrıldıqdan sonra kristalların daxilində kation və ya anionlara birləşmiş su molekulları qalır ki, belə duzlara kristal hidratlar deyilir. Həmin onlara bitişən suya isə kristallaşma suyu deyilir. Məsələn, mis SO4 vurulsun 5 molekul su. Deməli, belə deyirik ki, suda həll olan duzdur mis SO4. Bəli, çünki SO4 5 dənə duz var. Kalsium, barium, stronsium, plumbum, argentium. Qalan hamısı suda həll olur. Mis SO4 suda həll olur. Suda həll olan duzu, deməli, kristallaşıb ayıran zaman onun ionuna, yəni kationuna və ya anionuna su molekulları birləşib onunla bərabər ayrılır. Bu halda kristal hidrat əmələ gəlir. Yəni su molekulları daxilində olan duzlara. Bunlara bir neçə nümunə kitabınızda da verilibdir. Təkrarən yazmıram. Mis sulfat vurulsun 5 molekul su, mis 2 sulfat, pentahidrat. Məsələn, dəmir 2 sulfat, heptahidrat. Niyə? Çünki 7 molekuldur hepta. Natrium karbonat, dekahidrat 10. Natrium sulfat. Burada da dekahidratdır. Bu da 10 molekul suyun birləşdiyini göstərir. Natrium xlor, mis 2 karbonat, natrium nitrat kimi duzlar isə kristal hidrat əmələ gətirmirlər. Natrium xlor, mis 2 karbonat, natrium nitrat bu formulda olan duzlar isə dediyimiz kimi kristal hidrat əmələ gətirmir. Suda həll olan duzlar elektrolit adlanır. Suda həll olan bütün maddələr elektrolit adlanır.
Deməli, suda həll olan duzlar elektrolitlərdir. Onlar bütün elektrolit maddələr kimi duzlar da dissosiasiya edirlər. Məsələn, kalium xlor dissosiasiya edilir kation və anyona. Məsələn, natrium 2, SO4 dissosiasiya edəcək. Baxın, neçə dənə kation görürsünüz? 2 dənə. Deməli, natrium 2, yəni 2 natrium, SO4 mənfi 2. Məsələn, alüminium 2, SO4-dən 3 dənə dissosiasiya edəcək 2 alüminium kationuna və 3 SO4 anyonuna. Aha, davam edirik. Məsələn, burada baxaq alüminium sülfata. Alüminium sülfatın dissosiasiyasına baxdıqda gördük ki, 2 alüminium kationu və 3 SO4 anyonu əmələ gəlir. Məsələn, alüminium xlorid dissosiasiya edir. Alüminium kationun neçə dənədir? Bax, indeksinə baxırsınız. İndeksi əmsal şəklində önə yazılır. 1 dənə alüminium kationu, indeks 3 dənə xlordur deyə 3 xlor anyonu əmələ gətirir. Ümumilikdə soruşulanda ki, məsələn, alüminium xlorid duzunun dissosiasiyası nəticəsində cəmi neçə ion əmələ gəlir? Sayıram 4 ion. Yəni 1 mol alüminiumdan 4 mol ion əmələ gəlir. Məsələn, natrium sülfat duzunun dissosiasiyasına baxın, neçə mol ion əmələ gəlir. Baxıram ki, normal duzdur. Natrium sülfat 2 dənə kationu, 1 dənə anion əmələ gəlir. Deməli, 1 mol duzdan 3 mol ion əmələ gəlir. Məsələn, sual verilə bilər ki, kalium 3 PO4, yəni kalium orta fosfat duzunun dissosiasiyasına cəmi neçə mol ion əmələ gəlir? Cəmi 4 mol ion əmələ gəlir. Və sual verilə bilər ki, məsələn, 2 mol kation orta fosfat duzundan, kalium orta fosfat duzundan neçə mol kation əmələ gəlir? Sən görürsən ki, bircə dəqiqə belə yazaq. Deyir ki, sualda deyir ki, 2 mol kalium orta fosfatdan neçə mol kation əmələ gəlir? Mən görürəm ki, bax 1 moldan 3 mol kation əmələ gəlir. Bəs 2 moldan 6. Aydın oldu. Məsələn, deyə bilər ki, alüminium sülfat duzunun 3 mol alüminium sülfat duzunun dissosiasiyasına neçə mol anion əmələ gəlir? Yazırıq. 1 mola 3 mol aniondur. Bəs 3 mola neçə mol aniondur? 9 mol. Aydın oldu. Deməli, suda həll olan duzlara nə dedik? Elektrolitlərdir. Elektrolitlər dissosiasiya eləyir gördüyünüz kimi və məhlulları elektrik cərəyanını yaxşı keçirirlər. Burada da dissosiasiyanın belə deyək də gedişatı verilibdir. Kalium xloridin elektrolitik dissosiasiya prosesidir. Su molekulları gördüyünüz kimi kation və anionu əhatə edilir. Baxın, kationu ayırır, bir-birindən kationu aniondan ayırır. Düşün, müzakirə et, paylaş. Bunu geçence düşünürsünüz ve ben sizden bunu öz fikirlerinizi alandan sonra izahını vereceğim. Bunu düşünerek ders zamanı soruşacağım. Ev tapşırığı da burada gördüğünüz çalışmalar verirəm. Bunları ders zamanı sizden təhvil alacağım. Nəyi də bilməsəz, başa düşməsəz izah edəcəm. Sözsüz ki. Bu qədər dərsimiz, növbəti dərsimiz duzların alınması olacaq. Lakin mən sizdən tam şəkildə bu mövzunu təhvil alandan sonra. Oldu, sağ olun əziz şagirdlər. Gələn görüşlərə dək.